Bazarda 0.20'lər, bu okey, 0.30'lar və 5.30'lar daha ucuz qiymətə təklif olunur. Yəni 0.20, 0.30'lar bəli. Q8'dən daha ucuz qiymətə təklif olunan yerlər var və ya mallar da var. Niyə mən sürücü olaraq o 0.20, 0.30'u gedib ondan almıram, gəlib Q8'dən alacaq? Bu 0.20, 0.30 yağları bir şey nəzərə almaq lazımdır ki, onlar daha müasir avtomobillər üçün nəzərdə tutulub. Xüsusən də 0W20 yağları hibrid avtomobillər daha geniş istifadə edir bu yağlardan və bu avtomobillər də mühərrikləri daha müasir tələblər cavab verən yağ istəyir. Məsəl üçün, əgər eyni 0W20 sayə göstərici ilə ucuz yağ bazarda tapırsa, burada artıq bəzi şübhələr ortaya çıxır. Çünki o, məsələn, API SP standartı və yaxud da SQ standartına cavab verməlidir. Ola bilər həmin standartı, həmin o ucuz yağ almayıb və yaxud da İlsaq CF 6A və yaxud da İlsaq CF 6B standartları olmalıdır orada. Ola bilər yenə də həmin. Çünki o standartları almaq üçün həmin yağ şirkəti böyük vəsaitlər xərcləməlidir. Və yaxud da ki, mühərrik istehsalçılarının təsdiq sənədlərini əldə etməlidir. Bunlar heç biri həmin o ucuz 0.20'də olmur. Çünki onların baza yağı da tam sintetik, tələbdə tam sintetik olmalıdır. Qatqıları yüksək keyfiyyətli qatqılar olmalıdır. Bildiyimiz qədər əsasən Amerikan 4 zavodunda istehsal olunur. Yəni bütün bu həmin o dediyimiz baza yağında, qatqılarda, həmin o standartların alınmasında, formulların düzgün qurulmasında qənaət ediləndə, nəticədə o yağ ucuz olanda o həmin o müasir avtomobillərin mühərriklərində özünü göstərir, yəni mənfi tərəfdən göstərir. Həmin o performansı, o premium yağların performansını verə bilmir. Ona görə məsləhət görülmür ucuz yağa, xüsusən də 0.20, 0.30 istifadə edənlər daha həssasdır. Ona görə məsləhət ki, keyfiyyətli yağ üstünlüyü versinlər.